Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Filialının rəisi Vüqar Zeynalov sədaqətli xidmət nümunəsidir. Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Filialının rəisi Vüqar Zeynalov dövlətimizə, xalqımıza və möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kursa daim sədaqətlə və vicdanla xidmət edən nümunəvi bir dövlət məmurudur. Onun fəaliyyətində peşəkarlıq, vətənpərvərlik və məsuliyyət prinsipləri aydın şəkildə öz əksini tapır. Vüqar Zeynalovun rəhbərliyi ilə bölgədə qida təhlükəsizliyi sahəsində mühüm tədbirlər həyata keçirilir. Vətəndaşların sağlamlığının qorunması istiqamətində ciddi addımlar atılır. O, regionun ərzaq təhlükəsizliyinin təmin olunması, sahibkarlarla konstruktiv əməkdaşlıq və ictimai maarifləndirmə işlərinə xüsusi diqqət yetirir. Onun fəaliyyəti Prezident İlham Əliyevin xalq üçün çalışan dövlət konsepsiyasına tam uyğun gəlir və bu yerli əhali tərəfindən də yüksək qiymətləndirilir. Sədaqətli işinə məsuliyyətli yanaşması və vicdanlı idarəçilik üslubu ilə Vüqar Zeynalov bölgədə dövlət xidmətlərinin effektivliyini artıran əsas simalardan biridir. Biz də Vüqar Zeynalova işində müvəffəqiyyətlər, həyatda can sağlığı arzu edirik.